Vişnəsini itirən şefin əhvalatı. Anasına bir deyəndə dili qara. Qaynaya üçün işığımız sönən həmən dil nəhayət ki bugün bişəcək. Dedi ki, bir gün qalıb soyuducuda bəlkə soyulmaz. Suda qalmasına baxmayaraq elə gözəl soyuldu. Elə çox maraq verdi ki, dedim ki, ver mən də soyum. Həyatımda ilk dəfədir ki, şortikli şef görürəm. Çox ləzzətli bir yeməkdir. Soğanları belə doğradı. Mən də bir tərəfdən vişnənin tumlarını çıxarmağa çalışıram. Mən olsaydım bu yeməyə 3-4 dənə soğan vurardım, amma bizim şef hər şeydən az xoşladığı üçün bir soğanın yarısından istifadə elədi. Çıxartdığın o tumun hamısı. Mətbəximiz hələ ki balacadır, ona görə kamera arxasında yemək işıqlı düşsün deyə çox zaman belə işıq tuturam. Elə bilirdi ki, vişnəsini itirib. Tapanda elə sevindi ki, Kamera arxasında görəcəksiniz. Yemək çox sadədir, amma çox da ləzzətlidir. Aa, işine varım sen ha? Nə harda? İşine almışam dünən mən. Yox. Acım Allah. Mənim işine varım. Aklılar çalmışam ya onu. Bibəri mənə neylə bibəri? Aa, yarım işine.